يا شهداء في سبيل الله. السلام عليكم يا أهل الله. من هو الله وحده الله. آمين آمين. الحمد لله. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وسلم. اللهم ربنا يا رب تقبل منا إنك أنت السميع العليم وتب علينا يا مولانا إنك أنت التواب الرحيم اهدنا ووفقنا إلى الهدى واعف عنا واغفر لنا برحمة مولانا وانصرنا على القوم الكافرين. اللهم نور قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضانا بآيات القرآن وسلم يا رب. اللهم اكرمنا بكرامة القرآن. اللهم شرفنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبسنا بخلعة القرآن. اللهم ادخل الجنة بشفاعة القرآن ونجنا نيران بكرامة القرآن بتلاوة القرآن يا ذا الفضل والإحسان. اللهم جل القرآن عظيم لنا في الدنيا كريما وفي القبر مونسا وفي الصراط شفيعا وعلى كل خيرا دليلا وإماما بفضلك وبجودك وكرامك يا أكرم الأكرمين وأرحم الراحمين. اللهم بارك هادية متصلة إلى روح نبينا وشفيعنا محمد المصطفى صلى الله عليه وسلم وإلى جميع الأولياء والأوفياء والشهداء والصالحين وإلى المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما حسين ربهم والفضل بالجنة والنجاة من النار رحم الله. Fatiha. Her birine, tüm şahitlerimize Allah yerlerini cennet eylesin. İzdiham yarattık, ziyaret eledik. Üçüncü tedbirimizdi, bağlarımızın üçüncü tedbiriydi bu günler. Her sefer bir yola verdik, bir yola kaldık, birini ziyaret eledik. Sonra eliminki olmalıydı, kardeş gelip çıkmadı, başladım misafirden, şimdi geldi, kısmet de buyur. Derken ki kısmet buyur. Şimdi Elvin balamın karşısındayız, onun ziyaretindeyik, onun anım günündeyiz. Allah Teala her birinizden döne döne razı olsun. Bir haşım var sizden hemşeki haşımdı, indi delirem. Bütün şahitlerimizin hatiresini bir daha gelip sükutla yad edek, sonra tedbirimizi devam ettirek. Çok sağ olun, teşekkür ederim. Hürmetli Elvin bala, bugün senin karşında izdihamdı. Bugün senin karşında, senin yoldaşların anım günlerini yeğdelim, yeğleliye gelirik. Yığışmışık senin karşıma. Allah Teala senin atonla onun kalan bağlarını hoşbakt eylesin. Hürmetli cemaat, Elvin balamın solunda atasıdır, sağında ise onun anasıdır. Karşısında bütün şehit ataları, şehit analardı. Ve aynı zamanda izdihamdı. Tüm halkdı. Ve Damaklı rayonun aksakalı, sizin her birinizin aksakalı olan aksakkal karşısındadır. Her birinize teşekkür ederim. Her birinize Allah Teala razı olsun diyelim. Sağ olun. Siz bilirsiniz ki bu aile, bütün aile benimle yakın, hamısı benim qohumlarımdır. Hamısı benim nəvələrimdir. Onlar benim yanımda danışmırlar. Ben hamısının hakkında danışıram. Hamısına söz veririm, hamısından söz alırım. Aynı zamanda Elvin balamla. Bahar Hanım, biraz yakınlaşmana bunun anası danışandır. Buyur, sana veririm sözü. Çok sağ olasın Sədər. Mənə söz verdiyin üçün. Həqiqətən bugünkü gün Elvinlər ikisi eyni dost olur, ikisi şəhid olur, eyni qardaş olublar. Şəhid balamızın yeri cənnət olsun. Xədicə bacı, Eldəniz qardaş. Allah hamımıza səbir versin. Bugünkü üç şəhid balamızın məkanı cənnət olsun. Allah sizi böyüklükdən, ağsaqqallığından eksik eləməsin. Teşekkür ederim. Çok sağ olun. Çok sağ olun. Bugün konaklarımız konak yok. Hamısı bir kazanın içerisinde olan insanlardır. Bunlar konak değiller. Deməli, inşaatçılar
Belə gözlə Qəndər xanım. Şamaxı şəhəri. Şamaxı şəhərinin inşaatçılar 7 nömrəli. 7 nömrəli tam orta məktəbinin kollektivi buradadır və eyni zamanda Qəndər xanım buradadır. Gülnisə xanım adı yadıma çıxıb zalım balası. Və onun kollektivi yanındadır. Allah Teala hər birinizdən razı olsun. İmran, buyur. Nədə atası? Hörmətli tədbir iştirakçıları, yenə də hər birini salamlayıraq. Mənim doğmaları, mənim baş tacım olan şəhid anaları, dərd orqalarım, şəhid ataları və şəhid sevər qardaşlarım, bacılarım, Allah hər birisi çox olsun. Eldəniz qardaş, Xədicə bacı, Allah ömür üzlü balamızın yeri cənnət eləsin. Elgin balamızın timsalında Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin, ruhunu şad eləsin. Zatları Allah olduğunu versin, mənim doğmalarım. Amin. Mən də sizin hər birinizə, axundumuza, Ağsaqqalsıza, bütün iştirakçılara öz minnətdarlığımı bildirirəm. Allah sizlərin də hər birinizin ölənli yerin cənnət eləsin. Təşəkkür edirəm. Bu şəhid adı çox ucuz addır. Ola bilsin, başa düşməyənlər üçün sadədir. Bu kişinin balaları, bu igidlər az yaşadılar, tarix yazdılar. Deməli, torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda zəfər olur. Həmin o zəfər günü bizə qismət eləyər, bəxş eləyər, bu gözləri şirin baxışlı balalar elədi, cavan canlı balalar elədi. Allah hər birinin yerin cənnət. Amin. Şəhid anaları, qarşınıza baş əylə, şəhid sevər bacı qardaşlarım, qeyrətlərim. Allah hər birinizi sağ eləsin. Hamınız balığınızın, nəviyinizin xeyri bilir. Təşəkkür edirəm. Hər birinizə təşəkkür ederim. Çox sağ olun. İlham, Gözün görsün. şəhid qardaşı. Bura saxlamışam səni, buyur. Sağ ol, çok sağ ol. Allah hamımızdan razı olsun. Allah Elvin balamıza rahmet eylesin. Məqamı uca olsun. Eldəniz qardaş. Allah səbri versin. Allah cəmi şəhidlərimizə rəhmət eylesin. Sağ ol. Təşəkkür edirəm. Qahverdi qardaş. Qahverdi müəllim. Buyur. Orada mənə şair elədi ki, buradan qalacaq. Buyur danış. Çox sağ ol Ağsaqqal. Burada gələn ziyarətçilərə ancaq salam ayıram. Allah ziyarətimizi qəbul olsun. Bugün Elvin balamızın anım günüdür. Onun valideynlərinə, Eldəniz qardaşına Allah səbir versin. Allah bugün şəhid olan şəhidlərimizə yerləri cənnət olsun. 27 sentyabr Ağsaqqal bəlkə 5 bu gün şəhidlər müharibənin başlanğıcından 5 il keçir. Bəlkə yadınızda qalır bu 5 il ərzində Allah elə bir möhlət verdi ki, bu müharibə qutarana qədər havada bir biraz soyuqluq, quraqlıq, yağış olmadı. Buyur, buyur. Allah Taala möhlət verdi. Hava şəraitindən görə. Havada yaxşı isti hava keçdi. Şəhidlərimizin hesabına torpağımız azad oldu. Bizim şəhid ailəsi olaraq biz elə bir sıxlaşmışıq ki, ən yaxın qohumlardan da biz yaxınıq indi hal-hazırda. Şükür Allah. Bu birləşmimiz də daimi olacaq. Allah bütün şəhidləri rəhmət eləsin. Şəhidlərimizin müharibə başlanan vaxtı bir amalı var idi. İşğal olmuş torpaqları azad eləmək, onlar da öz arzularına çatdı. İnşallah. Hal-hazırda ön xəttə xidmət edən hərbi qulluqçular, onlar da Allah işlərini aman eləsin. Bizim hastane qayğımızı dururlar sərhəddə. Bir daha Azərbaycan müharibə qismət eləməsin. Bu sürəcdə bayrağımız daim yüksəkdə dalğalansın. Allah bütün şəhidlərimizə rəhmət etsin. Çox sağ ol. Çox sağ ol. 90-cı il şəhidinin oğlu Seyran müəllim buradadır. Buyursun. Seyran. Buyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bu günləri yəni çətindir danışmaq, həm də qürurludur danışmaq. Hər biri şəhid oldu bu torpaq üçün, bu millət üçün, bayraq naminə şəhid oldu. Tarix yazdılar onlar, tarixi qanla yazdılar. İndi bir çox xarici dövlətlər yəni bizim müharibə strategiyamızı öyrənir. Yəni bu şəhidlərin hesabına oldu hamısı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid valideynlərin qarşısında baş əyir. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli
Əzizlərim. Mən qeyd elədim ki, burada qonaq yoxdur, amma bir qazanın adamlarıdır. Yunus xanım, sizin direktor buradadır. Bilirəm. Yunus'adır. Yox. Buyur. Hər birinizi salamlayıram. Bütün kollektiv adından, bütün təhsil işçiləri adından, bütün şəhidlərimizin valideynlərinə başsağlığı veririk. Özümüzə başsağlığı veririk. Çünki o şəhidlər təkcə o valideynlərin deyil, bizim 10 milyonluq Azərbaycan xalqınındır. Şəhidlər xiyabanına girərkən bir onların şəkillərinə baxanda sanki o şəkillər insandan danışmaq istəyir. Danışırlar, onlar keçdiyi yollardan məlumat verirlər. Onlar göstərdiyi şücaətdən, keçdiyi döyüşlərdən, göstərdikləri qəhrəmanlıqlardan bizə danışırlar. Sanki onlara baxanda biz necə Cəbrayılı işğaldan azad etdiklərinin, necə su qovuşanı əldə etdiklərinin, necə öz dırnaqları ilə, dişləri ilə cırmaqlaşa Şuşaya qalxıb Şuşanı azad etməklərindən bizə danışırlar. Bugün biz qürurluyuq, kədərli deyilik. Qürurluyuq ona görə ki, artıq 30 illik olmuş bir həsrəti 44 gün ərzində bizim bu igid oğullarımız həmin o həsrətə son qoydular. Sözsüz ki, cənab prezidentimizin ətrafında sıx birləşərək biz bu qələbəni əldə etdik. Hamı mütəşəkkillik göstərdi. Bir məktəb olaraq bütün kollektivlər orduya dəstək oldular. O orduya maddi, mənəvi, isti corablarla, əskərə sevgi dolu məktubla hər biri öz köməyini göstərdi. Öz balasını canından çox istəyən ana öz övladını cəbhəyə yola saldı. Son təqaüdünü belə özünə xərcləməyib, qoy əskərə göndərim, əskərə lazım olar deyən təqaüdçülər pulunu hərbiyə göndərdi. Dünyalar qədər nəvəsini sevən nənələr, sən canavar kimi oğulsan, ged erməninin üstünə deyib övladlarına stimul verdilər, güc-qüvvət verdilər. Və biz onun bariz nümunəsi olaraq gördük ki, torpaqlarımız işğaldan azad oldu. Bugün əziz şəhidlərimiz, siz şəhadətdəsiz. Sizin məkanınız cənnətdir. Xəbəriniz olsun ki, artıq bugün Qarabağımızda güllər, çiçəklər açıb. Artıq bütün dünya xarici ölkələrinin nümayəndələri bizim həmin sizin işğaldan azad etdiyiniz torpaqlara təyyarə ilə eniş edirlər. Orada olan qılıcılığı görürlər. Artıq bizim Xan kəndimiz gənclər tələbə şəhərinə çevrilibdir. Böyük inkişaf gedir Qarabağımızda. Bütün bunların hamısı sizin sayənizdə oldu, əziz şəhidlərimiz. Ruhunuz şad olsun. Uca Allahdan onların valideynlərinə bol-bol səbir arzulayırıq. Diqqətinizə görə minnətdarım. Çox sağ olun. Siz çox danışmalısınız. Sizin kollektiv, ona görə ki, sizin tələbəniz ol verir. Biz danışarıq. O məktəbin məşğul verir. Bizim onun haqqında danışmağa sözümüz çoxdur. Sadəcə vaxtın məhdudluğuna görə bizim o şagirdin sinif rəhbəri buradadır, Samirə xanım. Samirə xanım buradadır. Buyursun Samirə xanım. Buyur, Samirə müəllim. Bugün şəhid Elvin Ağakərimovun şəhid olmasının 5-ci il dönümüdür. Bura o münasibətlə yığılmışıq. Bütün şəhid valideynlərinə, eləcə də Xədicə anaya Allahdan səbir diləyirəm. 50-dən yuxarı yaşlılar. Və təşəkkür edirik ki, bu cür şücaətli, igid, qəhrəman oğul yetişdirmişdilər vətən üçün. Biz bugün müstəqil Respublikanın azad vətəndaşlarıyıqsa, bunu cənab İlham Əliyevə və şəhidlərimizin sayəsində nail olmuşuq. Uca Allahdan onlara rəhmət diləyirəm, ata-analarına səbr arzulayıram. Elvin məktəbimizin şagirdi olub, 2018-ci ildə məktəbimizdən məzun olub. Çox vətənpərvər bala idi, yoldaşları ilə çox mehriban, müəllimləri ilə eləcə də çox mehriban rəftar edərdi. Vətənini sevirdi, xalqını sevirdi və Qarabağ döyüşləri başlayan zaman artıq o vətənə layiqicə öz borcunu yerinə yetirdi və şəhid oldu. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Çox sağ olun, və təşəkkür edirəm. bütün şəhid analarının əlindən öpür, onlara Allahdan səbir diləyir. Çox sağ olun. Lakin qardaş, bir neçə kəlmə keçirəm qadınlara. Allah şəhidimizin inşallah etsin. Amin. Buradan başlayacağım. Sen başlayır bacı bir neçə kəlmə.
Yaşar müəllim ana. Burada mən yazdım. Bildir yadınız. Burada. Heyecanlanmışam. Saat yedi. Bugünkü gündə bu balalarımızın ilk Allah qəbul eləsin. Eldəniz bala, Xədicə bala, Allah balozun ruhunu şad eləsin. Amin. Qalan balalar uzun saxlasın, nəvələr uzun saxlasın. O gün olsun Elvin balamın adını qoyasan, çağırasan, Elvindən görmədiyin yaxşı günləri görəsən. Allah hamımızdan razı olsun, ağsaqqalımız, axundumuz, gələnlərimiz, rayon nümayəndələrimiz, Allah köməyiniz olsun. Belə oğullar öz qanı ilə, öz canı ilə özlərini tanıdıblar. Şəhidlərdən çox danışmaq olar. Dünya durduqca onlardan danışmaq olar. Onlar öz sözlərini deyib gedirlər. Bizə də Allah səbir versin. Amin. Allah sizin də köməyiniz olsun. Teşekkür ederim. Çok sağ olun. Al kızım. Buyur bala şehir. Ona bakar gel. Nesime kömür ona. Aşağıda. Aşağıda. De. Mərliyin, igidliyin, şəhadətin mübarək. Dedilər şəhid olub, mübariz tək, polad tək. Solub o gündən bəri gözümüzün sevinci. Getdi səninlə birgə, qəlbimizin sevinci. Tutmur qaysaq yaralar, gözlərim qan ağlayır. Bu gedişin bir bilsən, məni necə dağlayır. Şəhid oldun ay Elvin, adına qurban olub. Vətəni azad etdin, sındı qanadım qolu. Deyil, necə dözsün ürək, sağalmaz yaralar. Ürəyi barambarca, necə dözsün analar. Çok sağ olun. Onlar ölsələr də bizim hər zaman qəlbimizdə yaşayırlar. Çok sağ ol. Allah seni salamat eləsin. Seni Azərbaycan müəllim. Yaşar burada da Yaşar müəllim. Buyur qardaş. Hörmətli şəhid valideynləri, hörmətli ağsaqqallar, mənə bir daha söz verdiyinizə görə təşəkkür edirəm. Çok sağ olun. Eldəniz qardaşım, Allah balığın yerin cənnət məkan eləsin. Allah balığa qanı rəhmət eləsin. Yerdə qalan o bir balığın xeyir işinə gələk. Həmişə qapı şadlığa gələk. Allah səbrinizi, dözümünüzü versin, bacı. Teşekkür ederim. Çok sağ olun her birinizden. Eləsin, qazilərimizə can sağlığı versin. Dövlətimizin başını uca eləyən prezidentimiz həmişə var olsun. Amin. Bu bütün şəhidlərə uyğun, yəni elə hərəkət ediblər ki, bütün dövlətlər arasında dövlətimizin başa uca eləməyi məqsədim bunlar eləyirlər. Bu şəhidlər eləyiblər. 3000 şəhiddən çox şəhidimiz var. Allah hamısına qəni-qəni rəhmət eləsin. Yerlərini cənnətli eləsin. Amin. Bizim torpaqları azad elədilər. 1 deyil, 5 deyil, 3 deyil. Bunlara qiymət vermək lazımdır. Bunların başını həmişə uca eləmək lazımdır. Bunları yaddan çıxartmaq lazım deyil. Allah sizlərdən də razı olsun ki, hər il gəlib burada bunları yada salırıq. Yaddan çıxartmırıq. Allah bunlara qəni-qəni rəhmət eləsin. Yerlərin cənnətli eləsin. Teşekkür ederim. Çox sağ olun. Sağ olun. Uzalan bayrağımız bir daha enməsin. Amin. Sürənli bayrağımız düşmənlərin gözünü kör eləsin. Amin. Həmişə uca olsun. Amin. Həmişə başımızı uca eləsin. Sağ olsun, millətimiz sağ olsun, dövlətimiz sağ olsun, ordumuz sağ olsun. Əskərlərimiz Allah işlərini avand eləsin. Çünki gələcəyin, nəslin bunların davamçısı olar. Allah onları işini avand eləsin. Dövlətə həmişə möhkəm dayanmaq lazımdır dövlətin üstündə. Yəni yağı düşmənlərin gözünü qorxutmaq lazımdır ki, Azərbaycan ölkəsinin belə qeyrətli oğulları var. Bizim ölkəmizə, yəni başqa yerdən toxunan ola bilməz. Yəni ki, belə qeyrətli, qüvvətli, pəhləvan ayaqlı oğlanlarımız var burada. Çok sağ olun. Sağ olun. Sağ olun. Diqqətinizi görə Hörmətli bacı, şəhid anası buyur. Hamımızı salamlayırıq, gözəl qardaşlarım. Xədicə bacı, Eldəniz qardaşa səbir diləyirəm. Allah qalamızın yerin cənnət eləsin, özünü şad eləsin. Zəm şəhidlərimizin Allah yerin cənnət eləsin. Bir şəhid anası, bütün şəhid valideynləri, şəhidlərimizin qabağında başlayalım. Çok sağ olun. Allah sizə də ömür versin ki, Çok sağ olun. tədbirimizi belə maraqlı Teşekkür ederim. keçirdiniz. Çok sağ olun her birinizden. Buyur bacı. Şəhid anası. Mən də Qobustan şəhid Bilirəm, anaları tanıyıram. adından Allah köməyiniz olsun sizə.
bütün burada tədbir iştirakçılar hamısını salamlayıram. Şəhidimizin atasına, anasına Allahdan səbir diləyirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlıq versin. Allah ordumuzu qorusun. Amin. Allah prezidentimizi qorusun. Amin. Diqqətinizə görə Təşəkkür ederim. Parça xanım buyur. Hörmətli tədbir iştirakçıları, mən də hər birinizi salamlayıram. Uzaqdan, yaxından gələnlərimiz. Allah təkcə evdəniz, Allah Elvinin yerini cənnət eləsin, məqamımız olsun. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Allah ordumuzu, elimizi, obamızı qorusun. Amin. Allah səngərdə olan əskərlərimizi qorusun. Allah qazilərimizin şəfasını versin. Amin. Allah prezidentimizi, onun xanımın qorusun. Amin. Hər kim bizlərə dəstək verir, Allah ona dəstək versin. Amin. Ağsaqqal, Axund, Allah sizlərə əskik eləməsin. Təşəkkür ederim. 5 ildə qara baxmamışsınız, soyuğa baxmamışsınız, yanımızda olmuşsunuz, ağlamışsınız, gülmüşsünüz. Allah sizlərə Allah ömür götürsün versin, Allah Calalın da, Allah komsarımızın da ömrünü uzun eləsin. Bizləri çəkib belənçiyinə bax, çəkirlər, göstərirlər. Allah Məhərrəm, Vahid, Rəşad, Allah ömrünüzü uzun eləsin. Allah qapınızda sizlərin də xeyir qismət eləsin. Biz də gedək borcunuzdan çıxaq. Allah bütün Azərbaycan xalqına toy bayram göstərsin. Dünən Elvinin bacısı oğlunun doğum günü idi. Bütün şəhid qardaşlarının adından onun doğum gününü təbrik eləyirəm. Öpürəm, bağrıma basıram. Allah sizlərə pis gün göstərməsin. Sağ olun, var olun. Təşəkkür ederim. Qandıra xanım. Buyur şəhid anası. Sağ eləsin. Balalarımızı Teşekkür ederim. Çok sağ olun. Necime Hanım. Burada yanmış hara gitti. Orada sen gel bari ha. Gel buraya. Ha. Allah şəhidlərimizin məqamımıza yerin cənnət versin. Amin. Allah səbrimizi versin. Qardaş, Allah səbir versin. Allah şəhid ailələrinə səbir versin. Allah Qazilərimizə də Allah səni böyükdən əski eləməsin. Gəlirlər, Allah sizləri zəhmət var çəkirlər. Teşekkür ederim. Çok sağ olun. Her birine programda. Vay müəllim buyur. Teşekkür ederim. Şehit atası. Uşaqlarımızın məkanı cənnət eləsin. Ruhları şad olsun. Biz bugünkü gündə üç balamızın anım günü qeyd elədik. Allah atasına, anasına səbir versin. Ordumuzu qorusun, yurdumuzu qorusun. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı versin. Qazilərimizə də söz verin. Evet. Han Mehmet. Buyur. Çok sağ olasın ben de. Allah atamızı da Allah canı sağ olsun. Amin. Hamşehrimizin de Allah var eylesin. Buyur. Allah çiftçiliğe Celal Bey. Büyük ilmin balamızın timsalında Allah cem şehitlerimizin ruhunu şad eylesin. Allah Həcə bacıya, Eldəniz bacıya, Allah səbir versin bolca. Amin. Hər biri bu balalarımız qəhrəmandır. Allah'a şükürlər olsun ki başımıza dikdiniz. Şükür Allah. Allah sizler de var eylesin ki bu 5 il ərzində bizi tək qoymusunuz. Allah Teşekkür sizleri ederim. var Sağ eylesin. olun. Teşekkür ederim. Çok sağ olun. Saqqallıqdan əski olun. Çok sağ olun. Teşekkür ederim her birine. Evet. Güllü müəllime buyur. Günləri Elvin balamızın anam günüdür. Elvin balamız Allah rəhmət eləsin, yeri cənnət olsun məqamıca. Valideynlərinə səbir dözüm versin. O da o biri əskərlər kimi bir qəhrəmanlıq göstərir. Rəşadət göstərir. Onların keçdiyi həyat yolu o qədər keçilidir ki, onlardan nə qədər danışsaq qutaran deyil. Yəni hər biri nə ana, nə ata, nə bacı, nə qardaşı düşünməyiblər. Onlar ancaq düşünürlər ki, erməni öz torpağımızdan rədd edir. Şükür Allaha ki, onlar buna nail oldular, qələbə çaldılar, torpaqlarımız azad oldu. Bu günləri biz sevinç hissi ilə yaşayırıq. Ona görə ki, torpaqlarımız azad olur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun, məqamları uca. Son qəmimiz olsun. Çok sağ ol. Teşekkür ederim. Fahir müəllim. Buradasan, buyur. Çox sağ olasınızlar. Mən də ilk öncə bütün şəhidlərə Allah Hə, Allah. Zafar ancaq böyle. Buyurun, buyurun. Həqiqətən 44 günlük savaşda şəhidlərimiz bizə o qədər ömür verdi ki, nəinki Azərbaycan xalqına, bütün dünyada bizim başımızda dünyada bu reytinqə bərabər ola biləsi bir reyting mən görmürəm ki, 20% torpağı 44 gündə azad edilsin. Hətta mən deyirdim ki, biz o döyüş bölgələrində iştirak edirdik, təmaslarda olduq, müharibə gedən zaman. Onda onların elə torpaqlar var ki, onları vaxtından əvvəl azad eləmişlər, biraz efirdə gec səsləridir. Yəni biz onların qəhrəmanlığı, şücaəti gördük. Və Gülmüsə xanım burada çox gözəl bir məqama toxundu ki, buradan ora əskərə məktublar var ki, o məktubların bilmirəm sakit ola. Biz həmin döyüş bölgələrində olanda burada əskərə məktublar var ki, özümüz təqdim edirdik. İnan onlar o qədər sevincdən oxuyurdu ki, olur. Bəlkə deyərəm ki, onların yediyi yeməkdən o bizim arkada olan, ora göndərilən məktublarımızı oxuyanda onlar o qədər sevinir ki, o döyüşdə olan əskərlərimiz, bəlkə indi onlardan içində şəhid olanlarımız da var. Allah hamısına rəhmət eləsin. Yəni bu el birliyi oldu. Bizim el birliyimiz sayəsində və qəhrəman şəhidlərimizin, ordumuzun, ali baş komandamızın sayəsində biz az bir müddətdə yüksək bir nəticə əldə edib dünyada analogu olmayan bir zəfəri əldə elədi. Hansı ki, belə bir zəfər dünyada hələ ki mən dünya tarixində rast gəlməmişəm. Oxuduğumuzdan, eşitdiyimizdən bilməmişdik ki, onlar bizə 44 günlükdə 20% azad edib bizə əmanət elədilər. Və bir gün mən bu cəmaatdan, bu millətdən onu arzulayıram ki, onların bizə qoyduğu bu torpağı, əmanət verdiyi torpağı qoruyaq, onların daimi mübarizəsində və müdafiəsində olaq, gənc yetişən nəslə tövsiyələrimiz olsun, ilk tövsiyəmiz olsun ki, bax, bu şəhidlər hamısı sizdən ötürü şəhid oldu və sizin əmin-aman yaşamağınızı ötürü canlarını fəda elədilər. Bu müəllimlərdən ən əsas bizim tövsiyəmiz, xahişimiz oldu ki, ilk öncə səhifələri açanda, kitab səhifələri açanda şəhidlərimiz haqqında onlara izahat versinlər və onların şücaəti haqqında danışsın ki, qəhrəman nəsil davam eləsin yetişməkdə. Hər birinizə təşəkkür edirəm. Çok sağ olun. Gazi Elvin buyur. Keçmişimizi unutmasın. Allah rəhmət eləsin cəm şəhidlərimizə. Buna qarşınıza baş əyirəm. Burada şəhid valideynlərin hamısının qarşısında baş əyirəm. Çox diyabır elə bir tarixdir ki, Suqovuşanın azad olma tarixidir. Bu qardaşlarımızın da canından keçdikləri tarixdir. Onlar canlarından keçdilər ki, bugün bu torpaqda hər kəs rahat, firavan yaşasın. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bizim də borcumuzdur ki, onları unutmayaq. Nə qədər Azərbaycan xalqı var, həmin bu çox diyabır tarixin Suqovuşanın azad olunması günü kimi qeyd eləyirsə, bu qardaşlarımızın o günlər ölüm günlərdir. Canlarından keçdiyi günlərdir bu torpaq üçün. Bir daha hamıza səbir diləyirəm. Çok sağ olun. Tural müəllim buyur. Gazi. Bir daha rahmet selamlar olsun. Nasıl şəhərlərimizin, əllərinin, atalarının canları sağ olsun. Allah ailələrinin səbir versin. Allah bütün şəhidlərimizin şəhadətini uca eləsin. Qazilərimizə can sağlığı. Orduda olan bütün əsgərlərimizi, öz davət heyətlərimizi Allah qorusun. Əlbəttə bunların bütün nə qədər danışdıq dastanlardır şəhidlərimiz. Bunlar bizim namusumuz və qeyrətimizdir. Allah bütün şəhidlərimizin şəhadətini uca eləsin. Ailələrində böyük səbir versin. Allah sizləri kömək edirsin. Sağ ol. Teşekkür ederim. Hacı Mirəli. Biz Göylər kəndindən gəldik. Bu şəhidlərimizin qarşısında biz onların Hər qrup bir şəhid bağlarının qarşısında 200 adam. Onların hər bir izdihama sahib. Hər birinizdən razı olsun bu izdihama görə. Bu izdihama görə hər birinizə təşəkkür edirəm. Bu gəlişə görə hər birinizə təşəkkür edirəm. İstər burada birinci şəhidimizdə, istər ikinci şəhidimizdə, istərsə də bu deyandığımız Elvin balamıza qarşısında. Bu bir şərəfətdir, bu bir gözəllikdir. İnsan olmasa insan nəyə lazım?
Əlbəttə ki, mən də sizə baxıb qürurlanıram. Mən bu bağlarıma baxıb fərəhlənirəm. Mən bu bağlarıma baxıb qolum qıçım daha da yeri. Allah Teala hər birinizin bağlarını xoşbaxt eləsin. Amin. Hörmətli cəmaət, biz bugün nə iş görürüksə, biz bugün nə iniriksə, biz bugün nə alınıqsa, hamısı bu bağlarımızın sayəsindədir. Ona görə də hamısı Ali Baş Komandan İlham Əliyev cənablarının sayəsindədir. Onun başına dönün. Birinci vitse-prezident Mehriban xanımın Allah Teala şinavan diləsin. Allah bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Allah Şamaxı cəmaatını xoşbaxt eləsin. Bir dəfə belə bir söz dedim. Bacım dedi ki, ay ağsaqqal, bizə də dua elədi. Bizə dedim, vallahi bacı, Azərbaycan deyilən siz də gedirsiniz onun içərisində. Ona görə də Allah Teala hər birinizi xoşbaxt eləsin, hörmətli cəmaat. Hörmətli Gülnisə xanım, biz uzun müddət bir yerdə işləmişik sizinlə. Buna görə sənin aduları çəkdim ki, Teşekkür ederim. bu cəmaat da bilsin ki, biz bir yerdə olmuşuq. Var olun. Teşekkür Allah ederim. Teala Allah şahtlardan sizi de böylüden sikiremez. Allah Teala sizin hər birinizi xoşbaxt eləsin. Mən dünəndən, bugün tezləndən, bugün də buradayam, sizin qarşınızdayam. Birinci şəhidimizin anım gününü qeyd etdik, yekunlaşdırdıq Mirikənd kəndinə. Kimin imkanı var, geçsin Mirikənd kəndinə. İkincini Sabir balamızın, Ceyhun'un oğlunu qeyd elədik, Mescidə geçsin. Hər birinizdən xahiş edirəm Mescidə. Və eyni zamanda Elvingilə hər birinizdən bir xahişim var. Elvingilə gedək. Birinci kimə? Birinci kimə gedək? Elvingilə gedək. Hə, ikinci hara gediləcək? Sabir gilə. Hə, sonra Mescidə. sonra Mirikənd. Hə, sonra Sabir ver dua. Amin. Allah'ım sallallahu aleyhi ve sellem. Fatiha. Hər birinizə təşəkkür edirəm. Hər